Salam dostlar, bu günlərim vısıcı oynayırıq. Əlbəttə ki, dünya kasmanı seçirik. Azərbaycana gedirik. Bundan sonra kəpəzi seçib ilk bölümümüzə başlayırıq dostlar. Takımın öz halı belədir. Yəni bir maç atla basıb gələn təkliflərə baxmaq istəyirəm. Gələn təkliflər bunlardır. Rauf Hüseynli. Yedəkdə bunu sata bilərik. Veysel Rızayev. Bu da yəqin ki yedək olar. Bəli, yedəkdir. Bunu da satırıq. Orta saha. Reyting azdır, çox təşkil, buna sata bilərik. İndi isə cavan oyunculara yönəlmək istəyirəm. Baxın, oyuncunu ala bilərik. Potansiyalə də baxarıq. Görək necə oyuncudur. İlk 11-ə salaq. Bunun potansiyeli yoxdur. Giovanni. Potansiyeli az amma cavandır. Keçək hücumçumuzu sataq. Yaxşı oyuncudur amma daha yaxşı ola bilərik. Sadiq Evi bunu satırıq. Cavandır amma sataq. Başqa bir dənə oyuncu olsun amma yaxşı oyuncu olsun. Bunu cavandır, bunu alıb yedək kimi ya da elə ona da sala bilərik. Potansiyeli də var. Hələlik dursun. Bir dənə də ala bilərik. O belə ala bilərik. Yaxşı oyuncudur. İlk 11-ə. Həm cavandır. Dostlarım, mən takımda lazımsız oyuncular satıb gəlirəm. Dostlar, takımdakı oyuncular satandan sonra bu qədər pulumuz oldu. Biraz da orta sahaya ya da defansa təqviyə eləmək lazımdır. Burada 19 yaşdır. Burada 17 yaşda var, Allah. Onun 30'dur. Yaxşı oldu. Bunu da satırıq. Sol kanat. Zaman axtaraq. Kiralıq da ola bilərik. Amma gələn gedəcəklər, amma cavan olacaq takımımız. Qəşəng. Bir dənə də sağ kanat. 17 yaş. 20 yaş. Bunu ala bilərik. Aldıq. Dostlar, takımımız çox cavan oyuncularında olub. İstəyirsiniz buradan baxa bilərik. Yəni, cavan oyuncular çoxdur. Qocalar çoxdur. Bunlarla yorumumuzu ayıracaq. Yəni, bunlar eləyək. Baxaq görək, cavan oyuncular necədir. Dostlar, videonu saxlayıram. Yaxşı oyuncular tabanımıza gələcək. Dostlar, belə oyuncu var. Bütün pulumuzu buna veririk. Zarato. Yəni, oynayanların çoxumuz bilir necə oyuncudur. Yerəkdə olacaq amma yaxşı oyuncudur. Bunu da veririk dostlar. Mən bunları düzüb gəlirəm.
Dostlar, bunları qoşduq. Baxa görək. Belə istənilən 2 dənə transferli oyunçumuz var. Qapıçını satıb daha yaxşı, az yedik, amma cavan, yaxşı oyuncu ala bilərik. Baxa görək. Yəni var, amma pulumuz çatmır. Reytingi az, amma cavandır. O gəlmədi. Dostlar, bu oyunçunu alırıq. Reytingi az, amma baxa görək, potansiyelli oyuncudur biraz. Biraz antrenman səviyyəsini yüksəldirik. Gənc akademiyada elədik. Biraz da masajla basırıq dostlar. Şamaxı oyunu, maçatla basırıq. Edgar Aytlıxanov vurdu. 1-0 məğlub oluruq. Zirə. O da 1-0 məğlub oluruq. Ümitli uda bilərik. Və 1-0 uduruq. Dostlar, maçatla qutardı. Biraz özüm oynayım. Bundan sonra da videonu yekunlaşdıraq. Aha, hücum gəldi. Pas. Obi! Vurduq gol. Dostlar, bu arada dünya klasmanında, yəni görürsünüz. Dostlar, mən bunun oyunu yekunlaşım. Sonra puan tablosu yerində görüşərik. Dostlar, qolun gözəlliyinə baxın. Sonra 2-0 udduq. Qapıçımız çox yaxşı oynadı. 6.5 özetine baxmayın. Və qırmızı kartımız da oldu. Bu arada ən son sürümdə 10.2'də oynayıram. Puan tablomuzu belədir. Videonu da yekunlaşdırırıq dostlar. Sağ olun.